Livanda pagerlərin partladılması, 2000 nəfərdən artıq adamı bunlar zəlil, dəlil, nə bilim, dəli, sonra kör elədilər, məhv etdilər və s. və axır. Digər tərəfdən də İranda, məsəl üçün Tehranda kanalizasiyanı partladıblar. Yəni bunlar hamısı xalqın içində bir mənalı qarşılanmır. Yəni bəli, hətta müxalif olan adamlar belə elə şeyləri qəbul etməzlər. Yəni əgər siz mərd məydana müharibə aparırsınızsa, bu çox cılız gedişlərdir. Digər tərəfdən də mən deyərdim ki, məsəl üçün maşınları məhəllələrdə yerləşdiriblər, diversantlar orada deməli partlayıcı maddələri qoyublar, maşınlar partlayır və sadə insanlar ölür. Sözümün canı budur. Yəni İsraildə də ölənlər sadə insanlardır. Burada da məhv olan sadələrdir. Bəli, siz indi elə bir metodologiya tətbiq etdiniz ki, bəli, biz ali rəhbərləri öldürəcəyik, sıradan çıxaracağıq, sonra alimlərini öldürəcəyik. Bəs bu ilə nəyə nail olursunuz? Biz görürsünüz ki, dərhal yəni qruplaşmalar öz yeni adamlarını üzə çıxarırlar. Yəni o boşluqları tez doldura bilir rejim. O cəhətdən mən elə başa düşürəm ki, o İsrailin gözlənilməz və hətta belə deyək də qəbul olunmaz zərbələri fonunda İranın rejimi hələ də manevr imkanlarını itirməyib. Və biz görürük ki, faktiki olaraq o müqavimət var və digər yəni demoralizasiya getməyib. Yox, var, İranda da demoralizasiya var. Olmasaydı şəhəri tərk edir. Bəli, özü şəhərdə vəziyyət çox gərgin, çünki kanalizasiyanı sıradan çıxarıblar. Yəni üzr istəyirəm də üfunətdən deyir, orada durmaq mümkün deyil. Yəni bax elə bir şeyə əl atdılar ki, faktiki olaraq bu da mən bir sualda üzr istəyirəm. Bax bu 4 gün ərzində İranın nüfuzunun aşağı düşməsini demək olarmı? Yoxsa əksinə? Məsələn, yetişim müəllim dedi ki, onun beynəlxalq nüfuzu çox düşdü. Yəni İranın ha vaxt beynəlxalq nüfuzu üstün olmuşdu ki. Yəni hərbi baxımdan. Hərbi baxımdan beynəlxalq nüfuzdan söhbət getmir. Mən daxildə öz əhalisinin gözündə. Öz əhalisinin gözündə. İranın indi mən deyərdim ki, yəni İslam dünyasındakı reytingi bir qədər qalxdı. Çünki İran təslim olmadı. Birincisi, bir belə zərbələrə dözür. Digər tərəfdən, əgər Netanyahunun əsas məqsədi İranın nüvə sistemini dağıtmaq idisə, ona nail ola bildimi? Və digər tərəfdən, mən bayaq təsadüfən demədim ki, artıq İsrail tərəfində koalisiya vuruşur. Baxın, Amerika, İordaniya, Əmirliklər, Bəhreyn, Qətər, bunlar hamısı demək pilotsuz təyyarların da, raketlərin də vurulmasında iştirak edirlər. Yəni orada elektron dəstək verilir. Bunların hamısının tərəfindən, gəmilərdən, sonra hətta Türkiyənin şərqində olan stansiyalardan artıq informasiya mübadiləsi gedir. Yəni faktiki olaraq İsrailə çox böyük kömək verilir. Amma mən elə bilirəm ki, artıq İsrailin hərbi sistemi tənginəfəsliyini hiss edir. Bilirsiniz niyə? Çünki raketlərinin artıq ehtiyatları azalıb. Digər tərəfdən Donald Trump Kanadaya uçmazdan əvvəl ona sual verdilər aeroportda ki, bəs siz müharibəyə daxil olacaqsınız yoxsa yoxdur, diqqətli, yəni bu məsələ hələ nəzərdən keçmir. Kömək edəcəksiniz, ona da söyləyəcək. Çünki İsrailin əsas məqsədi Fordonu vurmaq idi. Fordonu da vurmaqdan ötürü o yeraltı, dağaltı, bazanı dağıtmaqdan ötürü Amerikanın 2 tip bombası var. Ağır, yüklü bombalar.